Salam və əzizlər, bugündən etibarən bəzi ispat məsələlərində yer alacaq. Burada sütunun daxilində çevrə çekilir və çevrənin qarşısında üstürü 2S bölünsün A+1 plus C. Biz üstürləri əzbərləyirik, amma yaxşı olaraq ki, üstürlərin çıxarışını da bilir. Üstürün çıxarışını verək ki, buradan mərkəz nöqtəsindən çevrə qədər məsafəni çəksən, bu R məsafəsi, bu hündürlük. Bunu birləşdirirəm, bunu birləşdirirəm. Birləşdirdim və bu fiqurun, bu üstbuzağın sahəsi nəyə bərabərdir? Üstbuzağın sahəsi S bərabərdir. 2/1 B vurulsun, bu hündürlük olduğuna görə B vurulsun L bölük. Həmçinin, buradan buranı birləşdirirəm. Bunun sahəsi bura L'dir. Bura L'dir, buradan bura qədər A'dır. Buranın sahəsi nə qədər olur? Buranın sahəsi 2/1 A vurulsun L'dir. Üstə gəlməsin 2/1 A'yı. Üstə gəlməsin, qaldı burada bu isim. Buranı birləşdirsəm, buranın sayəsi R vurulsun C bölü 2, yəni 2/1 LC. Burada diqqətlə fikir verir, hər birində 2/1 L var. 2/1 L çıxardıram ortaq bölü kimi. 2/1 L çıxardırsam, nə qalır burada? A plus B plus C. Bu nəyə bərabərdir? Bərabərdir S, yəni ABC üstbuzağın sayəsində. S yazdım burada. Buradan da həll edirəm ki, L tapmaq üçün hər tərəfin bunu 2-yə alırsam, yəni L vurulsun A plus B plus C, neçəyə bərabərdir? 2 isə və L-i tapmaq üçün L də bərabərdir 2S bölünsün A plus B plus C. Bu qədər sadə ispat.